Əziz, hörmətli binəndələr, heç vaxt məni din İslamla bir görmür. Mən iki möminəm, məni ayrı görür, İslamı da ayrı görür. Ya bəzi mallalar da bizir. Mallaların İslamı bir görür. Mallar insan, İslam da ayrı dindir. Çünkü eğer bir görsünüz, sabah gelip diyeceksiniz ki, filan adam görsen gitti, silahları neler içti. Gitti birin karını söktü. Diyeceksiniz İslam'da olanların ahiri budur. Evveldə təzahür edilir ki, yaxçıyam, İslamiyəm. Bundan sonra da ki, xeyr, İslam'a yoluna gedən həmişə müvəffəqdir. Heç var İslam'a gedən zərər görməz. Onlar da görüb sənə gedib İslam'a sonra çönüblər. Onlar da şeytan vəsvəs edir. Son insan cazib nətas. Malla tanıyıram. Allah'ım şahitdir. Malla tanıyıram. Her yola gedir. Araq satır. Qacıların haqqını deyir. Hər iş, hər oyundan çıxır. Sonradan da neçəsini eşitmişəm ki, deyirlər, belə İslamilər hamısı o cürdür. Nümunəsi bu mallada, elə Allahın mallası, Allahın möminə vıcırdır. Bəs İslam ilə vıcırdır, xeyr. İslam özü pakizə tərin dindir. Pakizə tərin, behtərin və kamil tərin dindir. Mənim əzizlərim, İslam yoluna gedən heç vaxt zərər görməz, heç vaxt asıq görməz. Cəhd eləyək ki, İslam dediyinə yoluna gedər. Baxmayın bu mallar belədir, elədir, İslam hamısı olsun, xeyr. İslam behtərin dindir. Bunta onun dediyinə gedəsən. Səy eləyək ki, şeytanın dediklərinə, şeytanın tələlərinə düşməyək. Allah hamını şeytanın rəcimin əlindən mühafizət eləsin.